Şəmkirdə qətl hadisəsi baş verib. Hadisə Kür qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə Şəmkir rayon sakini 19 yaşlı Ramal Quliyev yaranan mübahisə zəminində kəsici, deşici alətlə qətlə yetirilib. Şəmkirdə baş verən qətlin təfərrüatları məlum olub. Qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən 2010-cu il təvəllüdlü F. Paşazadənin bacısını sevirmiş. Hadisəni törədən yeniyetmə gecə saatlarında mərhum Ramal Quliyevə zəng eləyərək evlərinə çağırıb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı yeniyetmə 19 yaşlı gənc oğlana 3 bıçaq zərbəsi vurub. Ramal Quliyev hadisə yerində həyatını itirib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şübhəli bilinən 16 yaşlı olanlaraq istintaqa verilib. Gəncədə az yaşlı vəfat edib. Hadisə Gəncə Birləşmiş Uşaq Xəstəxanasında 1 yaşlı körpəyə sistem köçürülərkən baş verib. 2025-ci il təvəllüdlü AS hərarətlə xəstəxanaya çatdırılıb, lakin sonradan halı pisləşib. Körpənin meyti ekspertiza və patoloji anatomiya birliyinin Gəncə şəhər şöbəsinə aparılıb. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanıb.